Və asililərdə Sağlar Şirvanşahlar budur. Və bunlar da əslində öz cəlalilər, öz hakimiyyətlərini bütün Azərbaycan yaymış olurlar, düzdürmü? Məsələn, 1066-cı ildə Alparslan Şirvanı tutandan sonra Azərbaycan işğalına başlatdırır. Monqolların ikinci yürüşündə 1239-cu ildə Şirvan Dərbənd tutulandan sonra Azərbaycan işğalına başlatdırır. Burada da 1367-ci ildə Şeyx Üveys Şirvanı tutandan sonra Azərbaycan işğalını başa çatdırmış o və hakimiyyəti bütün Azərbaycan yayır. İndi kağıza daha bir əlavə edirik. 1367-ci ildə cəvahirlərdən aslı vəziyyətə düşür. Şeyx Üveys haqqında danışaq və bitirək məsələni, Şeyx Üveysdən məsələsini. Şeyx Üveys deməli, hakimiyyəti yaydı, bir də iqtisadi sahədə islahatlar keçirdi. Bir də hansı binanı, memarlıq abdəsini işlətmiş? Minar. Dövlətxana sarayı. Dövlətxana binasını inşa etdirmişdir. İnşa etdirir. Və bununla bağlı danışaq deyil. Şeyx Üveysin dövrü bitdi. Cəlalilər qüvvətindən danışırıq hələ. Şirvanşahlarda kabusu bitirdik. Bax, kabus hakimiyyətə gəldi, Təbrizə yürüş etdi, sonra Cəlalirdən asılığı qəbul etdi, düzdürmü? Cəlalilər haqqında bir dənə şey deyək ki, bunların sonuncu nümayəndəsi Sultan Əhməd olub. 1382-1410-cu illərdə hakimiyyətdə olub. Bu da fasilələrlə Azərbaycanı idarə edir. Niyə fasilələrlə? Ona görə yox ki, yorulmuşdur. Şu dincəli sonra çıxır. Yox. Ona görə ki, 1385-də Toxtamış yürüş eləmişdi, geri çəkilmişdi. 1386-cı ildə Əmir Teymur yürüş eləndə Bağdada qarşımışdı. Ona görə deyir fasilələrlə. Nəysə, cəlallərdən burada bitirək. Cəlalləri danışdıq demiyorlar. Siz danışdınız, mən də yazdım. Kəsranilərin sonuncu nümayəndəsi, artıq insan zor bizdə, 10-cu nümayəndəsi. Şüşənk. 1372-1382-ci illərdə hakimiyyətdə olan adam. İlk növbədə bir Muğanı özünə birləşdirir, özünə yəni dövlətinə birləşdirir. Muğanın birləşdirilməsi rəvvadilərlə ortaq cəhətdir və hətta ki, Əbu-Hicab İbn Rəvvahla ortaq cəhətdir. Sonra ağır vergi siyasəti yürüdür. Bunun nəticəsində də, ümumiyyətlə tək bunun siyasətdəki kəndlər, sənətkarlar, tazilər yox, həm də iri feodallar özlərinə hazırlar. Buna qarşı üsyan başlayır. 1382-ci ildə adam üsyan nəticəsində öldürülür. İndi kim desə ki, Azərbaycan tarixində üsyan nəticəsində başqa kim öldürülmüşdür, ona bir aykırılıq gələn nəfər gətirir. 182-də. Yox, ümumiyyətlə Azərbaycan tarixində üsyan nəticəsində öldürülmüş hökmdar. Arkeizm keşkin deyilmiyor, ona görə boynuma aldım ki, aklımda dalaşım. Ahşeri, Manna dövlətində, Ahşeri 650-ci ildə. Onun öldürülməsindən sonra Kəsranilər sülaləsinin hakimiyyətinə son qoyulur və Şirvanşahlar qüvvətinə yeni bir sülalə gəlir hakimiyyətə. Dərbəndilər. Hakimiyyətləri 1382-1538. Bunların bizə məlum olan ilk nümayəndəsi, siz artıq onu işləyəcəksiniz bu dərsin içərisində. Bu birinci İbrahim. Hakimiyyəti 1382-1417-ci illər. Adaşım deyə, inşallah yaxşı özünüz. Bu hakimiyyətə gələndə mürəkkəb siyasi bir vəziyyət var idi. Niyə? Sən də niyə? Sən siyasət adamsın. Bilmirsən?